Hüseyin Dərya İlham Əliyev tərəfindən diri-diri yerə bastırılaraq öldürülüb. Deməli İlham Əliyev, Mehriban Əliyeva Hüseyin Dərya'nın bu klipinə baxandan sonra komanda verirlər. Bu bizim xəbərdarlığımızı qanmadı. Şəxsən bunu diri-diri yerə bastıracağım. Daimi hakimiyyətə qarşı, haqsızlığa qarşı rep deyən kasıb balası Hüseyin Dərya əskərlikdə də oldu, bilirsiniz. Ön xəttə xidmət edib, özü də Qarabağlıdır. Səhv eləməmsə Laçındandır. Hüseyin Dərya öldürüləndən sonra onun ölümünü, yəni Hüseyin Dərya dərdini bacısına demişdi, onu nəzarətdə saxlayırdılar bacısını. Nəzarətdə saxlayırdılar ki, bacısına da deyərsə, nəsə şübhəli məqamları çatdırarsa, bacısını da öldürməyi qərara alacaqdılar. Və elə də olur Hüseyin Dərya, yəni mənə rep deyə hökumətdən mənə ölüm təhdidləri gəlir. Birbaşa prezidentin göstərişi də deyirlər. Bu Elmar Hüseynovun ağzına güllə vurulan vaxtlardan danışıram, o vaxtlardan. Və axırıncı xəbərdarlığa da baxmır, Hüseyin Dərya öz işini görür, hakimiyyətə qarşı, haqsızlığa qarşı meyxanalar deyir və İlham Əliyev bu meyxanaya baxandan sonra Hüseyin Dəryanın ölüm əmrini verir. Hüseyin Dəryanı qəzaya salırlar. Qəzada heç nə olmur. Həmin xəstəxanada gəzir Hüseyin Dərya. Xəstəxanada qəzaya düşəndə gəzirmiş, heç nədə yüngül qəza keçirir. Əslində öldürmək istəyiblər, qəzada öldürmək istəyiblər. Qəzada da ölməyəndən sonra Hüseyin Dəryanı İlham Əliyev diri-diri yerə bastırdı. Bəzi mənbələrin dediyinə görə İlham Əliyev monitordan yerə bastırılmasını canlı-canlı izləyib Mehriban Əliyeva ilə. Canlı-canlı izləyib. Və bax bu repə görə öldürüblər. Baxın. Hara baxırsan şov, hər saatında şov, sanki ötüb keçər həyatımız şov. Hanı Qarabağımızın o sarı gəlin. Burada tezlər var ha, tezlər var. Mehribana İlhama toxunan tezlər. Bu rep elə belə rep deyil, 5 dəqiqə 26 saniyə. Burada Mehribana İlhama toxunası. Deməli böyük tezlər var və onlar xətrinə dəyir İlhamla Mehribanın. Həyatımı sən yaşar Azərbaycanı. Mənim başımın tacı xaqanım, mənim namusum, mənim vicdanım. Yəni bu repə baxanda, bu repə baxır İlham Əliyev Mehribanla ölüm qərarını verir. Zaten bundan qabaqki replərində də hamısı hakimiyyətə qarşı, İlhama qarşı olan replər idi. Hakimiyyəti alçaldırdı. Xanımlar və cənablar, salamlar yenə də. Deyirəm bəsdir şou göstərdik səhnədə. Şoularımız elə aldatdıq cəmiyyəti. Deyirəm bəlkə vaxtı çatıb deyək həqiqəti. Ey mənim canım